Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Latve kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir 3 cürə sos hazırlayacağıq. Sarımsaq sosu, reyhan sosu, acılı sos. Bu sosları siz ət yeməklərində yeyə bilərsiniz. Xamir, nə bilim, kababda, pirajkidə və sairə yeməklərdə yeyə bilərsiniz. Yəni spagettinin, vermeşinizanın üzərinə tökə bilərsiniz. Bu ağ sarımsaqlı sosu isə nə bilim müəyyən hamburger zat hazırlayanda arasına sürtə bilərsiniz. Ondan sonra digər dolmalarda, yarpaq, badımcan dolmasında, əcəb sandanın üzərinə töküb yeyə bilərsiniz. Yəni çox gözəl bir sosdur. Və başlayırıq bunları hazırlamağa. Deməli əziz izləyicilər, başlayaq birinci sosumuzdan. Birinci sosumuz nə olacaqdır? Yəni tərkibinə nələr lazım? Bunun üçün bizə nələr lazım olacaqdır? Amma onu deyim ki, acı olur bu. Acı sevənlər üçün. Deməli bax burada görürsüz ki, şüyüddü, acı bibardı, şirin bibardı, tomatdı, stiyotdu, yəni pul biber də olacaq, hepsi duz və su lazım olacaqdır. Kim istəsə keşniş də əlavə edə bilər, ancaq bu əslində belə olur, şüyüdlə olur. İndi əziz izləyicilər, başlayırıq bunu hazırlamağa. Deməli, ilk öncə blenderimizi, bunu blenderdə hazırlayacağıq. Açırıq blenderimizi və içinə deməli bibarımızı beləcə təmizlənib bibar bir neçə hissəyə bölüb beləcə qoyuruq. Acı bibarımızın bu saplağını deyirlər. Onu kəsirik, belə toxumlu zaddır, elə qoya bilərsiniz. Çünki toxumları elə ona gözəllik verir, həm də dad verir. Bax belə. Ondan sonra əziz izləyicilər, şüydümüzü bax beləcə şüyddən hər tərəfinə qoyuruq. Şüyd ona xüsusi tam verir. Bax belə. Və başlayırıq deməli hazırlamağa. Bir ədcə pul biberdən əlavə edirik. Bax belə. Bizim pul biber acıdır, həm də biz acı xoşladığımızdan biraz belə deyim də çox etdik. İndi biraz da həmçinin də biber də acılığı var. Ondan sonra biberdir bu. Kırmızı biberdir, birazcık tökürük. Zövqə görə duz əlavə edirik. Və pomidor tomatımız, yəni mağazada satılan adi pomidor tomatından götürüb beləcə qoyuruq. 1-2 qaşıq. Əgər qatıdırsa baxacağıq. Və üzərinə yaxşıca su əlavə edirik. Beləcə 1 stakan belə armudu stakandır. Su əlavə edib və başlayırıq bunu blenderda hazırlamağa. Əziz izləyicilər, onu da qeyd edim ki, əgər tomatınız çox qatıdırsa, onda 2 dənə də armudu stakandan tökə bilərsiniz. Yəni kim bu belə deyək də zövqlədir. Yəni kim istəyir qatı eləyə bilər, kim istəyir sulu eləyə bilər. Baxın beləcə və başlayırıq hazırlamağa. Biraz su deyəsəm çox olur. Şimdi artıq blenderdə hazırladıq. Baxın, belə gözəl sos alındı. Baxın, görürsünüz. Necə gözəl. Bəh. Qaba qoyağın. Görürsünüz, baxın. Necə gözəl bir sosdur. Beləcə görürsünüz əziz izləyicilər. Beləcə.
Baxın əziz izləyicilər, beləcə artıq sosumuz hazır oldu. Bunu siz ət yeməklərindən, kababla, kartoşkayla, pirajkiylə və digər xamır yeməkləri ilə yeyə bilərsiniz. Yəni hətta spagetti, vermişel, nə bilim, tuşbərə zət hazırlayanda üzərinə tökə bilərsiniz. İkinci sosumuz əziz izləyicilər, o da çox gözəl və dadlı bir sosdur. Gəlin indi onu hazırlayaq. Demək, bunun üçün bizə nələr lazım olacaq? Bir dənə acı biber, amma onu da qeyd edim ki, çox acı olur bu, acı sevənlər üçün. Şirin biber, reyhan buna xüsusi tam verir. Şüyüt onu kimi, sarımsaq, tomat və pul biber, duz və belə istiot əlavə edəcəyik. Təbii ki, bir də su. İndi başlayırıq əziz izləyicilər bunu hazırlamağa. Deməli əziz izləyicilər, ilk öncə götürürük, belə deyək də, göylərimizi əlavə edirik. Reyhanımızı zadı beləcənə bir neçə hissəyə bölüb əlavə edirik. Yəni şüyütlü reyhanlı belə ki, blenderimizə dolaşmasın. Bax beləcənə. Gördüyünüz kimi göylü zatdır, belə reyhanımıza hamısını əlavə edirik. Ondan sonra bibarımızın bax bu hissəsini, saplağını beləcə kəsirik və toxumlu zatdır, beləcə bura əlavə edirik. Yaşıl bibarın isə toxumu da şirin bibarın təmizlənir və bir neçə hissələrlə bölüb beləcənə qoyuruq. Və sarımsaq da bizdə 2 diş olacaqdır. Böyük dişlərdir. İndi siz 3-4 edə bilərsiniz. Yəni əgər balacadırsa 3-4 diş təbii ki olmalıdır. Bax belə. Ondan sonra üzərinə duz əlavə edirik zövqə görə. Deməli, qırmızı istiotdan pul biberdir bu. Bundan edirik ki, biraz acı olsun. Belə. Mən acı ümumiyyətcə sevirəm. Lazım olmayanları buradan götürək ki, əlimizə dolaşmasın. Və bu istiotdan əlavə edirik. Kim istəsə bunun yerinə qara da edə bilər. Bax belə. Bunu da əlavə etdik. İnandırım sizi, çox gözəl bir sos alınır. O acı sevənlər üçün, yəni kim acını çox sevirsə, bu onlar üçün əsil, belə deyərdim, sosdur. Və 1, 2 belə xörək qaşığı da tomat qoyuruq. Tomatımız da qatıdır, onu da deyim. Əgər qatıdırsa 2 dənə, şeydirsə 3 dənə də, yəni duracaq. Və bir dənə belə armudu stəkanla bir su əlavə edirik. Bunu belə eləyək. Və başlayırıq blenderdə hazırlamağa. Yəni ağzını örtüb blenderdə başlayırıq. Deməli əziz izləyicilər, hazırladıqdan sonra baxın beləcə açırıq. Görün necə gözəl bir sos alındı. Sarımsaqlı, ondan sonra belə deyək, keçək, bibarlı, acılı bir sosumuz alındı. Görün necə gözəl bir sosdur. İndi bunu bir qaba qoyuruq. Baxın, həm tamı gözəl, həm də görünüşü. Necə gözəl.
Bax belə əziz izləyici, gördüyünüz kimi artıq sosumuz hazırdır. Beləcə hazırlayın. Hazırlayan hər kəsə nuş olsun. Çox dadlı. Bunu siz bayaq dediyim kimi xəmir yeməklərinin üzərinə tökə bilərsiniz. Yəni gürcü xəngəli ilə, tüşbərənin, yəni soğutma tüşbərəni bişirib donmuş halda soğutma tüşbərəni bişirib üzərinə tökə bilərsiniz. Vermişil, makaron, spagetti eləyəndə üzərinə tökə bilərsiniz. Ondan sonra ət yeməklərinə, kabab və s. də, yəni kartof qızartması, nə bilim kartof püresi, həmçinin digər yeməklərdə bunu istifadə edə bilərsiniz. Yəni çox dadlı pirajki də zətdə alınır. Bu qədər. Bunun üçün bizə lazımdır. Bir dənə semişka yağı lazım olacaq, qarçitsa lazım olacaq, limonun özü olsa olar, olmasa da belə suyundan birəcə töksüz. Yumurta, sarımsaq və duz lazım olacaqdır. İndi əziz izləyicilər, nə edirik? İlk öncə yağımızı açıb belə deyim, yağ əlavə edirik. Qabımıza yağ əlavə edirik. Deməli əziz izləyicilər, yağımızı əlavə edirik. Belə hardasa, bax deyək də, bir də qramı görək, hardadır bunun? Hardasa, əziz izləyici, harasa 100-150 qram belə yağ əlavə etdik. Ondan sonra qarçitsamızı açıb tökürük. Qarçitsamız da təzədir də deyəsən ağzı açılmıyıqdır. Açağın. Əziz izləyicilər, açdıq və belə deyim. Birəcə qarçitsadan əlavə edirik. Ondan sonra duzumuzu əlavə edirik. Çox yox, bir damcı. Deməli, limon suyundan əlavə edirik. Çox yox ki, tuş eləməsin. 1-2 damcı oldu. 3-4 damcı da belə deyək. Ondan sonra sarımsağımızı bir neçə hissəyə bölüb tökürük içinə. Sarımsaq ona xüsusi tam verir. Yəni hardasa bizdə böyükdür deyə sarımsaq 2 diş oldu. Siz 3 diş zat edə bilərsiniz. Belə. Və sonda yumurtamızı qırırıq. Bu indi bizdə ev yumurtasıdır. Ancaq əziz izləyicilər, məsləhətim odur ki, siz bunu mağazin yumurtasına eləyəndə daha da yaxşı olur. Və başlayırıq indi blenderdə bunu çırpmağa. Əziz izləyicilər, və bax beləcənə salırıq blenderi. Bunu bu blenderdən çalırıq və yumurtamızı bunun içinə salırıq da, yəni oradakı dəbirin içinə salırıq ki, yaxşı alınsın. Onda yaxşı olur bu mayonezat hazırlayanda. Yəni kanalımızda var, girib baxa bilərsiniz və başlayırıq beləcə edirik. Əziz izləyicilər, gördüyünüz kimi bax beləcənə alındı sosumuz. Yəni mayonez kimi də. Bunu siz digər yeməklərlə, yəni bayaq dediyim kimi əcəb sandal, ondan sonra digər yeməklərdə istifadə edə bilərsiniz. Yəni badımcan dolmasında zat. İndi bunu qoyub servis edirik, yəni qaba qoyub. Bax belə əziz izləyici, gördüyünüz kimi artıq bu sosumuz da hazırdır. Bunu da belə hazırlayıb digər nə bilim badımcan dolmasının, kələm dolması, daha doğrusu yarpaq dolmasının, əcəb sandalının və digər belə deyərdim, sarımsaq qatıq yeyilən şeylərin üzərinə tökə bilərsiniz. Çox gözəl və alınır. Qədər əziz izləyicilər, gördüyünüz kimi bu sosları hazırladıq. Hazırlamaq da hasaddır. Hazırlayın və hər kəsə nuş olsun. Sağ olun, salamat qalın.